İllərdir davam edən qeydiyatsız evlər problemi və illərdir bu məsələnin həllini tapacağına ümid edən yüzlərlə ailə. Ev var, amma sənəd yoxdur. Ünvan var, amma kağız üzərində qeyd olunmuyub. Bəli, bu ərazi Binəqədi qəsəbəsidir və demək olar ki, burada gördüyünüz evlərin böyük əksəriyyətinin çıxarışı yoxdur və bu da sakinlər arasında ciddi narazılıq yaradır. Qanunsuz tikilmiş yüzlərlə yaşayış massivində minlərlə ailə hüquqsuz yaşayır. Onlar yaşadıkları evin qanuni sahibi olmaq istəyirlər. Məhəllədə heç kimdə yoxdur qeydiyyat vəzifəsi. Yəni hamımızın evi qeydiyyatçızdır. Çox istəyərdik qeydiyyata düşək. Qeydiyyat məsələsi həqiqi biraz problemli məsələdir. Tutaq ki, bir dənə arayış almaq üçün gedirsən kənd sovetinə, o göndərir nümayəndəliyə. Bir dənə arayış almaq üçün həftələrlə vaxt gedir. Yəni qeydiyyat olsa daha gözəl olar. Qeydiyyat düşə bilmirəm. Mənim üçün problemdir. Sabah mənim hansı bir sıxıntıdan problem olanda mənə daimi qeydiyyat istəyir. 15 ildir bu ərazidə yaşayırıq. Evimizin heç bir sənədi yoxdur. Elə sənədsiz yaşayırıq. Harasa müraciət eləmisiniz bununla bağlı? Bir dəfə gəldilər, elə belə yazdılar, getdilər. Problem təkcə Bakıda yox, Abşeronun müxtəlif ərazilərində, eləcə də bəzi bölgələrdə aktualdır. Hal-hazırda ölkəmizdə 100 minlərlə çıxarışı olmayan fərdi yaşayış evləri və torpaq sahələri mövcuddur. Bunların böyük bir hissəsi paytaxt Bakı və Abşeron ərazisindədir ki, bu ərazilərdə mövcud çıxarışsız fərdi yaşayış evlərinin sayı 500 mini ötürür. Bu tip evlərin böyük bir hissəsi Sovetlər dövründən qalıb, digər hissələri isə 90-cı illərdən daha sonraki dövrlərdə kolxoz və savxozlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələri üzərində tikilmiş evlərdir. Bu tikililərə çıxarış verilə bilərmi? Bəzi ərazilər var ki, bu ərazilərdəki inşa olmuş fərdi yaşayış evləri heç bir halda çıxarışla təmin oluna bilməz. Bu əmlaklar qadağan olmuş ərazilərdə inşa olmuş fərdi yaşayış evləridir. Bəzi hallarda qadağan olma statusu o əmlakların üzərindən götürülə bilər ki, həmin əmlak üzərindən gedən yüksək gərgin elektrik naqillər və kommunikasiya xəttlərinin yerləri dəyişdiyi halda bu halda qadağan statusu götürülür və həmin əmlaklara da çıxarışlar verilə bilər.